Gençlerle konuşuyoruz burada ve gençlerin meseleyi kavradıklarını, ülkenin turizmin inkişafı veya diyelim ki ailenin finans çözümleri için bir çaba içinde olduklarını görüyorum. Ve ben hani hem buraya katılmaktan çok mutlu oldum hem de gençlerin bu çalışmaları görmek bana keyif verdi açıkçası. И сегодня мы проводим тут Bugün burada hakaton keçiririk və deyə bilərəm ki, Azərbaycan IT texnologiyalarının gələcəyi olan gənclər bu tədbirdə toplaşıblar. Məhz onlar hazırda ən diqqətə layiq və innovativ layihələr yaradırlar. Gənclər saytlar yaradırlar, bəziləri tətbiqləri hazırlayır, digərləri isə oyunlar üzərində işləyirlər. Onlar müxtəlif texnoloji steklərdən istifadə edirlər. Uşaqların işi ilə tanış oluruq. Hamısı çox yaxşıdır fikir olaraq, ideya olaraq yaxşı layihələr görürük və kifayət qədər gələcək sövq eləyən layihələr var. Uşaqları IT sahəsinə yönəltmək, potensiallarını kəşf etmək məncə çox yaxşı bir seçimdir. Gələcəkləri üçün yaxşı bir yatırımdır. Bu yaş kateqoriyasında belə layihələr gözləmirdim sözün açığı. Biraz gözləntilərin daha yuxarısında oldu. Amma bu sevindirici haldır ki, şagirdlərin aldığı təhsillə öz üzərində çalışmaqdan belə bir layihə yaza bilirlər. Ona görə də burada iştirak eləmək mənə yaxşı təcrübə oldu. Birinci aklıma gələn odur ki, fantaziya. Doğrudan da fantaziyaları çox yaxşı işləyir və sən gözləmirsən ki, 9-cu, 10-cu sinif şagirdləri belə bir şey yarada bilərlər. Ancaq ideyaları çox yaxşıdır. Çalışırıq ki, biz öz tərəfimizdə bunları biraz, necə deyirlər, challenge eləyək ki, bunlar da daha dərindən düşünsünlər. Maraqlı layihələr üzərində işləyirlər, ekologiya üzrə, turizm üzrə, maliyyə üzrə yaxşı tapşırıqlar işləyiblər. Həvəslə işləyirlər, yaxşı nəticə göstərən komandalarımız var. Biz bununla baxırıq, maariflənirik, özlərimiz də bizə xoş gəlir ki, şagirdlərimiz belə bir layihələrdə iştirak edir. Tələbələrin və şagirdlərin çox böyük bir əzmkarlığı ortada həqiqətən göstərir ki, bundan sonraki mərhələdə startap ekosistemimizə, innovativ dünyamıza təsir edəcək çox yaxşı layihələr gəlir. Ona görə də məktəbləri bu yolda maksimum dəstəkləməyə və onların ekosistemə dəyər qatmasına biz də əlimizdən gələni göstərməyə çalışırıq.